Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Hər birinizə yaxınlaşmaqda olan müəllimlərin işə qəbulu imtahanı, ondan da əvvəl sertifikasiya imtahanında uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Bəziləriniz özünüz, bəziləriniz isə peşəkar dəstəkdən istifadə edərək imtahana var gücünüzlə hazırlaşırsınız. Və bizim dəstəyimizdən də istifadə edən hər il yüzlərlə müəllim olur. Onlar müəllim adını qazanırlar, onlar uğur qazanırlar, respublika səviyyəli uğurlar əldə edirlər. Bu minvalla da bizim hər ay üzrə müvafiq olaraq müəyyən qruplarımız yaradılır və fəaliyyətə başlayır və onlar üçün nəzərdə tutulmuş müəyyən bir nizamnamə, əsasnamə mövcuddur ki, proqram üzrə hərəkət edirlər və həmin proqramı bitirdikdən sonra təkrar prosesinə qaydırlar və təkrarı da mükəmməl bir şəkildə icra etdikdən sonra artıq arxain bir şəkildə imtahana daxil olurlar. Bu minvallada biz artıq sonuncu qrupumuzu, yəni may surət qrupunu yaradırıq. Qeydiyyat prosesimiz başlamışdır. Biz artıq illərdir ki, bu işlə məşğul olmuşuq və bizim üçün qaranlıq qalan hər hansı bir məqam və maniyə yoxdur. Əziz müəllimlər, bizim may ayının 20-sənə etibarən ilk dərslərimiz başlayacaq may surət qruplarına. Dərslərimiz hər gün keçiriləcək, ta ki imtahana qədər. Bizim buna uyğun olaraq vahid proqramımız mövcuddur. Heç bir halda pərakəndəliyə yol verilə bilməz. Hər bir şey dəfələrlə ölçülüb biçilibdir və bu barədə hesab edirəm ki, biz üst səviyyəli bir yanaşma ortaya qoymağı bacarmışıq. Göründüyü kimi, posterdə də qeyd olunduğu kimi, dərslər həftədə 7 gün keçiriləcək. MİQ qrupları ilə dərslərimiz saat 21:00 ilə 22:30 aralığında təşkil olunacaq. Sertifikasiya müəllimləri ilə dərslərimiz saat 19:00 ilə 20:30 arasında təşkil olunacaq. Bu hər gün nəzərdə tutulacaq. Bu hər gün nəzərdə olan mövzuların sual-cavabı, müzakirəsidir. Və bundan əlavə olaraq da müəllim yüzlərlə material əldə edəcək. Hansı ki, bütün dərslərin video izahlarını, əvvəlki qrupların Zoom sual-cavablarını, testlərin izahlarını əldə etmiş olacaq. Bu minvalla daha xırda formada sizlərə qeydlərimizi çatdıraq. Deməli, posterdə gördüyünüz əlaqə nömrəsi ilə əlaqə saxlayıb, əlavə suallarınızı verə bilərsiniz, ödəniş və digər məlumatları vurğulaya bilərsiniz. Biz də onları cavablandıracağıq. Deməli, əziz müəllimlər, dərslər mən tərəfindən, yəni Rəhman Polad tərəfindən həyat keçiriləcək. İlk dərsimiz 20 mayda başlayacaq. Dərslər həftədə hər gün olacaq. Dərslərin hər gün sual-cavab prosesi Zoom platforması vasitəsilə həyat keçiriləcək. Dərslərin mövzu video izahları, Zoom sual-cavabları, testlər, izahlar sayt sistemi vasitəsilə həyat keçiriləcək. Belə ki, bu sayt sistemində bizim müxtəlif dərslərimiz, testlərimiz, izahlarımız mövcuddur yüzlərlə və bunlardan yararlanacaqlar müəllimlər. Saytda 50 mövzu video izahı var, 500-ə yaxın Zoom sual cavabı var, 5000-dən artıq test var ki, bunlar da müxtəlif kateqoriyalardadır. Mövzu sınaqları, bölmə sınaqları, ümumi sınaqlar, xəritə sınaqları, yarışma sınaqları, imtahan formatlı sınaqlar, əvvəlki illərin MİQ sınaqları, imtahanları və bir də özüm haqqında qeyd etmişəm mən buraya ki, biz artıq bu proseslə 5 ildir ki, məşğuluq. Biz illər əvvəl abituriyent sektorundan tamamilə ayrılıb birbaşa olaraq MİQ və sertifikasiya istiqamətində yönəldik. Bütün resurslarımızı bunun üzərində qurduq. Mən şəxsən özüm 2023-cü il müəllimlərin işə qəbul imtahanında respublika ikincisi olmuşam. Müdavimim respublika birincisi olub 2024-ün MİQ-ində. 2025-ci ilin MİQ-ində respublika üçüncüsü olub və inşallah ki, bu ildə respublika birinciləri verəcəyik. Və müəllimlərin işə qəbul imtahanında istifadə olunan testlər alternativsiz olaraq ən yaxın testlər mənim testlərimdir. Bunu hər il müəllimlərin işə qəbul imtahanından
çıxan müəllimlər təsdiqləyirlər ki, doğrudan da Rəhman Poladın testləri formatında ən çox onun testlərinin üslubunda olan testlərlə qarşılaşırlar və bu da təsadüfi deyil. Çünki biz özümüz hər il müəllimlərin işə qəbul imtahanında iştirak edirik və mövcud vəziyyətə uyğun olaraq o formatda dərslərimizi, testlərimizi dizayn edirik. Biz bəhsləri kimi gedib imtahanda iştirak edib 40 sualdan 25'ini yazmırıq ki, daha sonradan poster paylaşımı edək ki, MİQ sertifikasiya qruplarına qeydiyyat davam edir. Biz həm sözümüzlə, əməlimizlə, işimizlə hər cəhətdən özümüzü illərdir ki, göstəririk ki, biz doğrudan da buna layiqik, biz doğrudan da bacarırıq, ərsəyə gətiririk və inşallah ki, biz illər ərzində də bu fəaliyyəti başa çatdıracağıq. Deməli, əziz müəllimlər, nəzərdə tutulan proqram, baxın, proqramınız mayın 20'sindən başlayacaq. Burada qeyd etmişəm, 28 gündür, 28 dərs, mayın 20'sindən iyun ayın 16'sına qədər MİQ sertifikasiya üçün nəzərdə tutulub. 50 mövzu video izahı, 400'dən artıq Zoom sual cavabı, mövzuların müzakirələri, 4000'dən artıq test, daha doğrusu 5000'dən artıq bir testdir bu və mövzuların müzakirələri Zoom'da, dərslər, materiallarsa platformada olacaq. Dərslərimizdən bəzi hissələri sizlərə təqdim edim. Məsələn, 20 mayda giriş təqvimlər hicridən miladiyə, miladdən hicriyə keçmələri izah edəcəyəm. Eraları izah edəcəyəm, tarixin tədqiqat metodlarını izah edəcəyəm və qədim şərqin müzakirəsini aparacağıq. 21 may, 22 may görürsünüz, burada müxtəlif dərslərin, müxtəlif vaxtlarda müzakirələrinə dair cədvəlimiz mövcuddur. Bu bizim proqramımızdır. Biz vahid bir sistemlə hərəkətə keçəcəyik. Və daha sonra Kurikulum saytından sizə təqdim edirəm. Baxın, burada müəyyən görüntüləri. Bizim proqramda bir çox demək olar ki, proqramda daha nə yoxdur ki, hər bir şey, bütün məhsullar mövcuddur. Baxıb tanış olursunuz indi hal-hazırda bunlarla. Ümumi sınaq imtahanları var, Zoom sual canlı yayımları var, əjdaha mövzu sınaqları var, əjdaha bölmə sınaqları var, əjdaha xəritə sınaqları var, əjdaha ümumi sınaqları var, mövzu testləri var, Azərbaycan tarixinə dair mövzu testləri var, ümumi tarixə dair, yarışma ümumi sınaq imtahanları var, tarix fən dərsliklərinin konspektləri var, xəritə izahları var və digər məhsullar mövcuddur. Və 2025-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edən müdavimlərimizin nəticələrini də qeyd etmişəm mən burada. Onlar imtahandan çıxan kimi bizimlə əlaqə saxlayıb nəticələrini bölüşmüşdülər və biz onları burada sistemləşdirmişik ki, Respublika üçüncümüz oldu və digər yüksək nəticələrimiz mövcud oldu. Aziz və hörmətli sertifikasiya imtahanı hazırlaşan tarix müəllimləri, müəllimlərin işə qəbul imtahanı hazırlaşan tarix müəllimləri, bizim may surət qruplarımıza qeydiyyatımız davam edir. İlk dərsimiz 20 maydan etibarən başlanılacaq. İndidən qeydiyyatdan keçərək dərslərə yazıla bilərsiniz. Yaxın günlərdə ödəniş və digər məlumatlar qruplara göndəriləcək. Dərslər çox yüksək səviyyədə keçirilir və bazası olan müəllimlər, bir qədər hazırlı olan müəllimlər bu bir aylıq möhtəşəm təkrar proqramından yararlanaraq ən yüksək nəticələri əldə edəcəklər. Dərslərimiz iki istiqamətdə qeyd etmişəm. Biri Zoom'dur, biri də platformadır. Ola bilər ki, bəzi müəllimlər Zoom'da sual cavabda iştirak etmək istəməsinlər könüllü surətdə.
Onlar üçün də heç bir problem yoxdur. Çünki bütün Zoom sual cavabları hamısı ekran kaydı olunaraq Kurikulum saytına yüklənir və müəllim istədiyi dərsə daxil olub istədiyi zaman baxa bilir, istədiyi zaman istədiyi testi işləyə bilir, istədiyi zaman istədiyi dərsin video izahına baxıb yararlana bilir. Hər birinizə müvəffəqiyyətlər arzulayıram. Sonda isə hər zaman olduğu kimi yenə də qeyd etmək istəyirəm ki, təbii ki, bizim dəstəyimizdən istifadə etmədən uğur qazana biləcək insanlar ola bilər. Ola bilər ki, onlar uğur qazansınlar, ola bilər qazanmaya da bilərlər. Amma bizim dəstəyimizdən istifadə edən hər kəs mütləq uğur qazanacaq. Hər kəsə xoş günlər arzulayıram.